Salam uşaqlar, bugünkü dərsimiz İngiltərədir. İngiltərə 11 və 16-cı əsrlərdə. Başlayaq dərsə 5-ci əsrin əvvəllərində Şimali Avropadan gələn German mənşəli Anglo-Saks tayfaları İngiltərəni işğal etdi. Burada 7 krallıq yaratdılar. 9-cu əsrdə İngiltərənin bir hissəsini işğal edən Vikinglərlə Anglo-Sakslar tədricən bir-birlərinə qaynıb qarşılayandan sonra İngilis adlanmağa başladı. Daha sonra 9-cu əsrin sonlarında İngiltərədə vahid krallıq yarandı və Anglaların adı ilə də Krallıq İngiltərə adlanmağa başladı. Daha sonra Normand işğalına baxaq. 1066-cı ildə Vikinglərin bir qolu olan Normanlar Fransanın şimalında məscun açmışlar. Fransa kralı onların başçılarına burada mülk verdi və həmin mülkdə Normand hersoqluğu adlanırdı. Normand hersoqu 1-ci Wilhelm İngiltərə taxtına olan iddiasını ölkəyə yürüyüş üçün bəhanə etdi və bu iddiaya əsasən vəfat etmiş İngiltərə kralı qohum layihələrini dururdu. 1066-cı ildə Wilhelmin ağır silahlı cəngavər ordusu İngiltərəyə hücum edərək Hastings döyüşündə İngiltərə kralının piyadadan ibarət qoşununu məğlub etdi. İngiltərəni işğal edib Londonu tutdu və özünü İngiltərə kralı elan etdi. 1-ci Wilhelmin hakimiyyəti dövründə Fransanın Normand ərazisi İngilis kralı kimi ona məxsus idi. Hastings döyüşündən sonra Normand ordusuların hücumu ilə başladı. Əsasən döyüş və uğurlu olmadı. Çünki Anglo-Saksonların geniş qalxanları onların oxlarını demək olar ki, qoruyurdu onların oxlarından və Normand piyada süvariləri sonraki hücumlarını da dəf etdi İngilislər. Nəticədə əldə edilə bilməyən bu döyüş uğurları daha sonra Normandların hiləsi ilə daha tam dəyişik bir vəziyyət aldı. Bu zamanda Normandlar əks hücuma keçərək Anglo-Saksonların müdafiə xəttini yararaq onları darmadağın edərək məğlub etdi. Norman işğalların nəticələrinə baxaq. Siyasi nəticələri bunlar idi. İngiltərə mərkəzləşmiş dövlətin əsası qoyuldu. Kral hakimiyyəti gücləndi, ölkənin siyasi birliyi möhkəmləndi. Sosial-iqtisadi nəticələrinə baxsa, kəndlərin əksəriyyəti təkmil vəziyyətinə düşdü, feodallaşma prosesi başa çatdı və daxili və xarici ticarət genişləndi. İkinci 1-ci Wilhelmin hakimiyyəti dövrünə nəzər eləyək. 1066 və 1087-ci ildə hakimiyyətdə olmuşdur. 1-ci Wilhelmin hakimiyyətini mükəmməlləmək üçün bütün ölkəni kral mülkü elan etdi. Norman cəngavərlərinə və kral vasitələrə torpaq sahələri payladı. Bütün cəngavərin İngiltərənin yeganə hökmdarı kimi ona sadiq and içməyə məcbur oldu. Onun böyük torpaq sahibi olması və işğal edilmiş ərazinin bizəsinin sahələrə paylanması bu dövrdə İngiltərə kralının hakimiyyəti güclü olmasının səbəblərindən idi. İndi 1-ci Wilhelmin tədbirlərinə baxaq. İngiltərə əhalisini və əmlakını siyahı aldırdı. Bu Roma dövründən sonra Avropada aparılan ilk siyahi alınma idi. Anglo-Saks krallarının vergi sistemini və kral məhkəməsi təkmilləşdirdi. Mülki idarəçilik və ali kilsə vəzifələrinin yerinə Normandları əvəz etdi. Beləliklə Norman işğalı nəticəsində hakim təbəqə tamamilə dəyişdi. 1-ci Wilhelmin dövründə İngiltərə kəndləri təkmil vəziyyətinə salındı. Az sayda da olsa azad kəndlərin olması orta əsrlərdə İngiltərə aqrar inkişafının xüsusiyyətlərindən biri idi. Bütün əkin torpaqlarını yetdə biri və şəhərlərin çoxu kral mülkü idi. Bu dövrdə Avropa ölkələrinin fərqli olaraq İngiltərədə bütün feodallar birbaş kral vassalı idi. Feodallar krala hərbi xidmət edir və vergi ödəyirdi. Bu amillər 11 və 12-də İngiltərədə kral hakimiyyətinin daha güclü olmasına təsir edirdi. Ölkədə fransızca danışan Normand hakim təbəqə Anglo-Saksonlar cəmiyyətləri qohumlu əlaqələri yaratması onların yeni İngilis mədəniyyətinin yaranmasına gətirib çıxartdı. Orta əsrlərdə İngiltərə şəhərlərinin xüsusiyyətlərinə baxaq. Norman işğalından əvvəl, yəni 10 və 11-ci əsrlərə yaranmağa başlamışdı. İnkişafın əsas sənətkarlıq və ticarət təşkil edirdi. Əksəriyyəti kral mülkündə yerləşdiyi üçün Fransadan fərqli olaraq özünü idarə qazana bilməmişdi. 2-ci Henrixə baxaq. 2-ci Henrix hakimiyyət dövrü 1154 və 1189-cu illəri əhatə eləyir. 12-ci əsrin ikinci yarısında 2-ci Henrix hakimiyyəti dövründə kral hakimiyyəti genişləndi. Fransanın bəzi torpaqları İngiltərə kralının tabeliyinə keçdi. Məhkəmə, hərbi və kilsə islahatları həyata keçirildi. İndi 2-ci Henrixin islahatlarına baxaq. Ən birinci məhkəmədən başlayırıq. Kral məhkəməsinin sahibləri genişləndi, məqsədi ilə islahatlar həyata keçirildi. 2-ci Henrixin məhkəmə islahatlarına əsasən hər bir azad adam müəyyən ödənç qarşılığında kral məhkəməsinə müraciət edə bilərdi. Kral məhkəməsinin iclasçıları tərəfindən araşdırılırdı. Bu islahatın nəticəsində bütün İngiltərə üçün vahid kral qanunları yaranmağa başladı. Kral məhkəmələrinin sayətləri artırıldı. Bu məhkəmələr bütün İngiltərəni əhatə etdiyi üçün yerli qanunlar məcəllələri əvəz etməyə başladı və demək olar ki, həyata keçirildi. 2-ci Henrixin hərbi islahatına baxaq. Hər bir azad adam əmlakına uyğun olaraq müəyyən silaha malik olmalı və kral çağırışı ilə yürüşdə iştirak etməli idi. Feodalların kral göstərdikləri hərbi xidmət müddəti azaldıldı. Müəyyən müddət və müəyyən ərazidə hərbi xidmət əvəzinə feodallar krala qalxan pulu adlı vergi verməli idi. Qalxan pulu vergisi hesabına kral hərbi xidmətə mucuzlu zəncavər cəlb edirdi.
bu kralın baron qoşanın asıllığını azaldırdı. Daha sonra kilsə islahatına baxaq. 2-ci Henrikin kilsə islahatında kilsə üzərinə kral nəzarət tətbiq etmək istəyirdi. Lakin kralın bu niyyəti ictimai narazılığa səbəb olduğu üçün çoxlu uğurlu olmadı. Ümumiyyətlə 2-ci Henrikin islahatlarına əsasən bu nəticəyə gəlmək olar ki, 2-ci Henrik kilsə üzərində kral nəzarət İngiltərə kral hakimiyyəti daha da gücləndi və feodal dövlətin mərkəzləşməsinin kömək etdi. Daha sonra Böyük Azadlıqlar Xartiyasına baxaq. 1215-ci ildə 13-cü əsrin əvvəlində İngiltərə Fransa ilə apardığı müharibələr böyük vəsait tələb etdiyi üçün kral tez-tez feodallardan, kilsə və şəhərlərdən alınan vergiləri artırırdı. Kralın kilsə işlərinə qarışması Roma papası ilə münaqişəyə səbəb oldu. Roma papası İngiltərə kralının qat-hazım edilməsi barədə fərman verdi. Təbələrinin üsyana qalxacağına etiraz edən kral özünü papanın vassalı elan etdi. Bu hadisə ölkədə iri feodallar, cəngavər şəhərlərin üsyanına səbəb oldu. Kral üsyançıların tələblərini qəbul edərək 1215-ci ildə Böyük Azadlıqlar Xartiyası imzaladı. Əsasları nələr idi? İri feodalların geniş hüquqlar verildi, zəncavərlərin şəhərlərə, azad kəndlərin məhdud hüquqlar verildi, eyni zamanda şəhərlərin mövcud azadlıqları təsdiq olundu, kral vassallarından təbələrindən müəyyən edilən miqdarda artıq vergi ala bilməzdi, bütün azad adamlar kral məmurları özbaşınalığı və həddindən artıq cərimələrindən qorunmalı idi. Bu xartiyə İngiltərə monarxiyasının mütləq hakimiyyətini məhdudlaşdıran və konstitusiyalı qaydalara əsasını qoyan ilk mühüm sənəd oldu. Və tətbiqi Azadlıqlar Xartiyasının parlamentin yaradılmasından bəhs eləyək. Kral Azadlıqlar Xartiyasını təsbit edən hüquqları əməl etmədi və üsyançılar müharibəyə başladı. Uzun müddət davam edən münaqişə nəticəsində 1265-ci ildə İngiltərə tarixində ilk dəfə parlament, yəni qanunverici orqan çağırıldı. Parlamentinə aid İngiltərə parlamentinə iri feodallar, aşağı ruhanilər, cəngavər şəhərlərin nümayəndələri təmsil olunurdu. Kral vergiləri parlamentin razılığı olmadan təyin edə parlamentlə razılıq olmadan təyin edə bilməzdi, yəni parlamentlə razılaşmalı idi. İngiltərə parlamentin vergi təyin etmək və hüququ da var idi və 14-cü əsrdə parlament qanunların verilməsinə işlətmə hüququ da qazandı. Yəni 14-cü əsrdən başlayaraq artıq qanunların verilməsində iştirak edirdilər. İndi o Tayler üsyanına baxaq. 1381 14-cü əsrin ortalarında Avropada yayılan qara ölüm, yəni vəba epidemiyası nəticəsində İngiltərənin 4/1 həyatını itirmişdi. Epidemiyadan sonra içki qüvvəsinin tələbatlığı artdığı üçün amansız qanunlar qəbul etdi. Bu qanuna görə torpağa və gəliri olmayan 12 və 60 yaşındakı bütün kişilər aşağı əmək haqqı ilə işləməli idi. İmtina edenlər ağır cəzalarına məhkum edilirdi. Amansız qanunlar İngiltərə kəndlərin vəziyyətini daha da ağırlaşdırdı və narazılıqlara, üsyana səbəb oldu. Bu dövrdə feodal zülmünə qarşı mübarizə aparan məşhur Robin Hood haqqında rəvayətlər də yaranmağa başlamışdı. 1381-ci İngiltərədə Taylerin Basila kəndi üsyanı baş verdi. Tayler üsyanın əsas səbəbləri bunlar idi: feodal zülmü, amansız qanunlar və vergilərin artırılması. Üsyançılar xeyirxah krala yanaraq kralla görüşüb vəziyyəti yaxşılamaq tələb etmək istədilə İngiltərəyə yürüş etdilər. Üsyançılar kralla görüş zaman aşağıdakı tələbləri irəli sürdülər: təkimçilik və asıllığın ləğv edilsin və vergilər azaldırsın. Yəni bir sözlə, orta əsrlərdə Avropada baş verən üsyanlardan Tayler üsyanı fərqlənən cəhəti odur ki, tələbnamə qoymuşdular. Və kral əvvəlcə tələbləri razılaşdı da sonra hiləyə əl ataraq üsyanı yatırdı. Üsyan məğlub olsa nəticəsiz qalmadı. Tayler üsyanı nəticəsində vergilər bir qədər azaldıldı, amansız qanunlar yumşaldı, kəndlərin təkimçiliyi azad edilməsi prosesi sürətləndi. İndi Al-Qızılgül və Ağ-Qızılgül müharibələri, yəni 1455 və 1485-ci ildə baş verən iki feodal qrup arasında hakimiyyət uğrunda 30 ilə qədər davam edən Ağ və Ağ-Qızılgül müharibəsi haqqında danışıq. Müharibənin nəticələri budur. 7-ci Henrik IV qalib gəlir hakimiyyətə əl aldı. İngiltərədə yeni sülalə, yəni Tudorlar sülaləsi hakimiyyətə gəldi 1485 və 1603-cü il. 7-ci Henrik hakimiyyəti dövründə mərkəzi hakimiyyət gücləndirmək üçün tədbirlər gördü. Feodallara qarşı mübarizə apardı. Feodalların hərbi dəstələrini ləğv edərək ara müharibələrə son qoydu. Zadəgan və orta təbəqə üzərində az vergi təyin edərək onların dəstəyini qazandı və beləcə İngiltərədə mütləq monarxiya yaranması prosesi başladı. İndi İngilis xalqının formalaşmasına baxaq. 13-cü əsrin sonlarında Normandların İngiltərənin yerli qalib qarışması prosesi başa çatdı və ölkədə dil fərqlərindən qalxdı. Əhalinin əksəriyyəti kəndlilər, şəhərlər feodal arasında ingilis dili danışılırdı. Lakin feodal dairələr və kral məmurları fransız dilində də istifadə edirdilər. Dövlət orqanlarında rəsmi dil kimi fransız və latin dilləri də istifadə olunurdu. 15-ci əsrdə İngiltərədə mərkəzləşmiş feodal dövlətin yaranması, London mərkəzi olaraq vahid bazarın formalaşması ölkədə dil fərqləri aradan qalxdı. Fransız latın və digər dillərin təsirlə zənginləşən ingilis dili formalaşdı və ingilislərin ərazi və dil birliyi möhkəmləndi. 16-cı əsrin birinci yarısında İngiltərədə reformasiya
reformasiyadan danışaq və reformasiya nəticəsində, yəni kralın həyata keçirdiyi reformasiya nəticəsində kilsə dövlətə tabe edildi. Kralın başçılıq etdiyi Anglikan kilsəsi yarandı. Bu İngiltərə mütləqiyyətin, yəni qeyri-məhdud hakimiyyətin, hökmdarın qeyri-məhdud hakimiyyəti və mərkəzləşmiş dövlətin yaranması mühüm amillərdən hesab olunur. 1-ci Yelizaveta'nın hakimiyyət dövrü 1558 və 1603-cü ildə İngiltərə taxtının İngiltərə tarixində qızıl dövr kimi adlanır və Tudorlar sülaləsinin son hökmdarı 1-ci Yelizaveta olmuşdur. Hökumətin iqtisadi siyasi pragmatizm siyasətini həyata keçirməyə əsaslanırdı. Həmin dövrdə İngilis mallarının ixracı üçün əlverişli şərait yaradılırdı. Bu xam malçılıq toxuculuq sənayesinin inkişafına səbəb oldu. Dəniz ticarəti və müstəmləkə uğrunda mübarizə İngilis hərbi dəniz qulları və səyyahlarını dəstəklədi və bunun üçün də əsas rəqibləri İspaniya idi. Yelizaveta'nın dəstəyi ilə İngilis dəniz qulları Amerikaya səfər edən İspan gəmilərinə hücum edir və bu da ən sonunda müharibəyə səbəb olmuşdu İspaniya ilə. 1588-ci ildə İngilislər öz ölkələrini işğal etmək istəyən İspanların məğlub edilməz armadası adlı dəniz donanmasını məğlub etdi və bu döyüşün nəticəsində İngiltərə Avropada ən güclü dövlətlərdən birinə çevrildi. İngiltərənin dəniz ticarəti və müstəmləkə olan mübarizə mövqeyi gücləndi. Bundan sonra İngilis koloniya qurmaq üçün Şimali Amerikaya ekspedisiyalar, yəni koloniyalar qurmağa başladılar. Bu səyahətlər nəticəsində İngiltərə Amerikadan çoxlu kartof tutun gətirdi və 1-ci Yelizaveta'nın varisi olmadığı üçün onun vəfatından sonra İngiltərə Tudorlar sülaləsi hakimiyyəti başa çatdı və onu 1603-cü ildə Stuartlar sülaləsi əvəz etdi. 16-cı əsrin ikinci yarısı və 17-ci əsrin birinci yarısında iqtisadi böhrana baxaq. Bu dövrdə Avropada ağır iqtisadi sosial böhran məruz qaldı və əsas iqtisadi problemlər bunlar idi. İnflyasiya, yəni pulun dəyərinin düşməsi və qiymətin artımı, qiymət artımının əsas səbəbləri isə bunlar idi. Böyük coğrafi şəkillər nəticəsində Amerikadan qızıl və gümüş axını, əhalinin sayının artması nəticəsində torpaq və ərzaq tələbatının yüksəlməsi, müharibələr, vəba, aclıq nəticəsində iqtisadi inkişafın zəifləməsi, sosial gərginliyin kəskinləşməsi. Daha sonra 6-cı əsrdə İngiltərədə zadəganlar kəndlərə torpaqları müxtəlif yolla ələ keçirir və onların həmin sahələri otaqlara çevrilir. Bu hadisə tarixdə çəpərlənmə adlanmağa başladı. Bu proses kəndlərin torpaq hüquqlarının pozulmasına səbəb oldu. Kənd təsərrüfatının böyük dəyişikliklər yaratdı. Sosial gərginlik daha da artdı. Bu dəyişikliklər İngiltərədə sonrakı inkişafında mühüm rol oynadı və kənd təsərrüfatının kapitalistləşməsinə zəmin yaratdı. Daha sonra indi xəritəyə baxaq. Xəritədə əsasən nələrə fikir verəcəyik? Deməli, biz ən birinci olaraq, başlıca olaraq Normandiya ərazisini göstərim sizə. Normandiya ərazisi buradadır, burada işarələrim. Normandlar buradan hücum edərək London ərazisini, yəni Londonu tutur və burada demək olar ki, öz dövlətlərini qururlar. Yəni İngiltərə krallığını ələ keçirib işğal edirlər. İlk başda İngiltərə ərazisi və yuxarıda göstərildiyi kimi diqqətlə baxsaq görəcəksiniz. Bu ərazilər İngiltərə ərazisi idi. Daha sonra Normandlar tərəfindən bu ərazilər tutulur. Müəyyən bir zamandan sonra, yəni növbəti dərslərdə keçəcək, artıq Britaniya yaranması tamamilə ingilislərin əlinə keçəcək. Burada əsasən xəritələr bunlardır. Normandiya ərazisi, yəni Normandların gəlişi istiqaməti burada qeyd olunub. Londonlu paytaxt, daha sonra işğal olunan ərazilərdir və ümumilikdə İngiltərə haqqında məlumat bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Oldu, çox sağ olun.